kənddir də, yəni onun da gözəlliyi odur. Gözəlliyi odur. Bəli, mən orada gözəllik gördüm. Çünki kənddir də, kəndin elə yolları elə olmalıdır ki, ona kənd deyələr. Mən elə fikirləşirəm. Yəni onun gözəlliyi, onun orada hətta belə torpağın belə qoxusu adama xoş gəlir. Ora elə kənddir də, kəndi biz elə görmüşük. Hidayət Ölməz mənə bir səs atıb. Mən istəyirəm o səsi, bir mikrofonu zəhmət olmasa. Söhbət bizim dəyərli qəhrəmanımız, bəli, milli qəhrəmanımız Pəncəli Teymurovdan gedir. Aprel döyüşləri qəhrəmanı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onlar bizim başımızın tacıdır. Bəli, həqiqətən biz hər zaman biri-birimizə alnı açıb baxa biliriksə, o qəhrəman oğullarımıza borcluyuq. Pəncəli Teymurov haqqında bir şeir səsləndirib. Xahiş etdik ki, Kamran, o şeiri bir efir vasitəsilədir. Mən yaxın tutuş mikrofonu, onu tamaşaçılar da eşitmiş olsun və ardınca təbii ki, İlham xan Hüseynovdan o gözəl, bəli, gözəl ifadə səslənəcək. Mənim şəhid Pəncəlim, Azərbaycanın milli qəhrəmanı şəhid Pəncəli Teymurova. Təzə adın mübarək mənim igid Pəncəlim. Ey milli qəhrəmanım, mənim şəhid Pəncəlim. Sənə heykəl qoyuldu qəhrəmanlar parkında. Çox kitablar yazılar hələ sənin haqqında. Nə şairlər susacaq, nə də ki bəstəkarlar. Adın nəğmələrdədir, oxuyur nəğməkarlar. Allahın varlığından elmişdin yer üzünə. Haqqı Taala vermişdi cənnətdə nur üzünə. Məzarın Kəbə evi mənim ziyarətgahım. Ziyarət nəsib edib bugün mənə Allahım. Bugün bir zəvvar olub gəlmişəm ziyarətə. Hacı deyin bugündən siz ölməz hidayətə. Hidayət Ölməz, bəli, bizim şairimiz Hidayət Ölməzdən gedirdi. Buyurun. Aprel ayını yaşayırıq. Aprel ayında artıq 10 illiyi qeyd olunur. Qalibiyyətə gedən yolumuz aprel döyüşlərindən keçdi. Aprel döyüşləri həqiqətən də bir daha sübut etdi ki, Azərbaycan xalqı qalib xalqdır. 2016-cı ildən artıq biz qalibiyyət səhifəsini yazdıq. Aprel döyüşlərinin qəhrəmanları sayəsində. Şükürlər olsun bu günümüzə. Şükürlər olsun bu günümüzə. O gündən 23-cü ilə qədər qalibiyyət səhifəmizin qızıl hərfləri yazıldı. Çox şükürlər olsun biz qalib xalqıq. Fəxr edək ki, biz qalib xalqıq və bu qalibiyyəti biz real yaşadıq. Tarixdə biz bunu real gördük və gələcək nəsillərə, nəvələrimizə, nəticələrimizə artıq o günləri biz əyani olaraq danışa biləcəyik. Bax, biz buna görə xoşbəxtik. Şükürlər olsun bu günümüzə. Buyur İlham bəy. Deməli, mən də salamlayıram bizim dəyərli şairimiz Hidayət Ölməzi. Bir 5 ay bundan qabaq gördüm, mənə zəng gəldi. Salam aleyküm, aleyküm salam. Sizi narahat edən Hidayət müəllim dedim, eşidirəm, şair. Dedi, bir mahnı bəstələmi, Elmir Mədətoğludan, bəli. Mahnı Astaralı qardaşımızdır. Pəncəli haqqında, bizim milli qəhrəman. Onu istəyirəm, sən oxuyasan. Dedim, mən çox böyük məmnuniyyətlə, sevə-sevə oxuyarım. Dedim, istəyən özümü aranjman elətdirim də, problem yoxdur, nəsə. Dedi, yox, aranjman da olunub, mahnını istəyirəm, sən oxuyasan. Sən oxuyasan, bəli. Mən göz sevə-sevə oxudum. Həqiqətən çox gözəl mahnıdır. Allah bütün şəhidlərimizə amin. Versin, qazilərimizə can sağlığı versin. Bizim qəhrəmanımız Pəncəli qardaşımızın haqqında gözəl bir mahnı qulaq asın. Bəli, milli qəhrəman Pəncəli Teymurovdan gedir. Bizim sevgimiz vətənədir. Bizim sevgimiz ana qədər müqəddəs olan torpağadır. Bəli, bizim sevgimiz bu torpaqda böyüyən qeyrətli, şərəfli mərd oğullarıdır. Gəlsin sevə-sevə, bəli. Yaşattın xalqımıza xoş günü səadəti. İgid Pəncəlim mənim, şəhid Pəncəlim mənim.
topladın qolunda. Düşməni dəndən bizdin, igid pəncəlim mənim, şəhid pəncəlim mənim. Keçdin düşmən tərəfə, zərbə vurdun hədəfə, adın tarixə düşdü, layiq oldun şərəfə. İgid pəncəlim mənim, şəhid pəncəlim mənim. Neçə qayalar keçdin, hər dağı vətən seçdin, güc topladın qolunda. Düşməni dəndən bizdin, igid pəncəlim mənim, şəhid pəncəlim mənim. Qurban getdim torpağa, ay ulduzlu bayrağa, müqəddəs adın gəlcək, xalqın qalxır ayağa. İgid pəncəlim mənim, şəhid pəncəlim mənim. Neçə qayalar keçdin, hər dağı vətən seçdin, güc topladın qolunda. Düşməni dəndən bizdin, igid pəncəlim mənim, şəhid pəncəlim mənim. Gözəl ifa eləmirsən, ürəyinə Səsinizə sağlıq. sağlıq, ürəyinizə çox gözəl ifa, Səsinizə sağlıq. möhtəşəm sözlər, möhtəşəm ifa və möhtəşəm musiqi. Hamısı bir-birini tamamlamışdı bu mahnıda. Həqiqətən də pəncərliyə aid bir mahnı idi. Bəli, Allah bütün Çox şəhidlərimizə sağ olun, rəhmət təşəkkür eləsin. edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Məqamları uca olsun. Amin. Ümumiyyətlə bu tədbirlər olanda mütləq bu mahnı səslənməlidir. Çünki ifa gözəldir. Musiqi, aranjman hamısı bir-birini tamamlayır. Ülviyə, qarşıda nə məqsəd var, hansı planlar var? Hər efirdə gəlsən ki, növbəti efirlərdə, misal üçün, həmişə də söyləyirəm ki, yenə də soruşacağım, qarşıda hansı yenilik planlar var? Hələ ki, mən yenilik görmürəm səndə, amma